Baxın, həmçinin deyir ki, gözəl bir fayda, süngər kimi olma. Yəni, bütün vəsvəsəni, qorxunu qəlbinə daxil etmə. Baxın, deyir alimlərdən birisi, qəlbini arzu və şək şübhələr üçün süngər kimi etmə. Onları hoptursun və yalnız onlarla dolsun. Bəzi qəlblər var ki, şübhə, vəsvəsə, sıxıntı, hər bir şeyi qəlbinə hopturur. O qəlbində sonra bir yanğı var, istirab var, qorxu var. Niyə hər bir şeyi qəlbinə daxil edirsən? Olmayan bir şeylərdə. Əksinə, qəlbini parlaq və möhkəm şüşə kimi et. Şübhələr üzərindən keçsin, içində sabit qalmasın. Onun aydınlığı ilə görsün, möhkəmliyi ilə dəf etsin. Əgər qəlbinə rast gəldiyi hər bir şübhəni hoptursan, onda qəlbin şübhələrin məskəninə çevrilər. Ay xəstəlik olacaq, ay filan şey olacaq. Bəzən görürsən ki, insan hər bir şey qəlbinə hopturur. Olmayan bir şeyləri də qəlbinə hopturur. Ay gələcək qorxusu, ay niyə belə oldu? Bu qəlb yazıqdır, bu qəlb yorulur. Ona görə nə deyir alimlərdən birisi? Mən şübhələri, vəsvəsələri dəf etməkdə bu nəsihətdən gördüyüm fayda qədər heç bir nəsihətdən fayda görmədim. Yəni, qəlbini süngər kimi etmə. Hər bir vəsvəsə, şək şübhəni qəlbinə deyir, hopturma. Nə gözəl bir söz.